Unutqan Tahir. Axı sən mənə ev tapşırığında kömək edəcəyinə söz vermişdin, amma etmədin. Malik inciyərək Tahirə dedi. Dərsdə müəllim də Maliki işini etmədiyinə görə danladı. Mən yadımdan çıxdı. Növbəti dəfə mütləq edəcəyəm, Tahir pıçıldadı. Malik ağır nəfəs aldı və tənəffüsə tək getdi. Məktəbdən sonra nənəsi dedi. Tahir, çörək və süd al. Əlbəttə nənə, indi, Tahir söz verdi. Sonra anasına paltar asacağına və zibil atmacağına da söz verdi. Amma uşaqlar onu futbola çağıranda həm nənəni, həm də ananı unutdu. Evə sevincli qayıdanda onu qapıda ana qarşıladı. Bəs niyə paltar hələ də asılmayıb və zibil atılmayıb, deyə o ciddi soruşdu. Sonra Tahir çaşdı. Elə bu anda telefon zəng çaldı. Nənə idi. Tahir, çörək və süd alma, özüm almışam. Tahirin ürəyi sıxıldı. Xəstə ayaqları ilə nənənin mağazaya getməsini düşündü. Anası isə qaşqabaqlı halda paltarı özü asırdı. Tofiq utandığından üzünü çevirdi. O başa düşdü, onun yadından çıxıb və sonrası başqalarına əziyyət verir. Bir neçə gün sonra məktəbdə əl işləri müsabiqəsi elan olundu. Sinif qruplara bölündü. Tahirin qrupu böyük kartondan qala maketi düzəltməli idilər. Tahir, sənin işin qüllədir. Onsuz qala tamamlanmaz, Malik dedi. Narahat olmayın, edəcəyəm, Tahir əminliklə cavab verdi. Amma axşam yenə oynamağa qaçdı. Sonra edərəm düşündü. Müsabiqə günü gəldi. Hamının əl işi gözəl görünürdü. Tahirin qrupunun qalası isə qülləsiz idi. Bəs sənin hissən hanı? Hamı birdən soruşdu. Mən unutdum, Tahir pıçıldadı. Münsiflər başlarını yellədilər. İş nə tamam idi. Qrup uduzdu. Biz sənə inanmışdıq, Pəri əsəbi dedi. Sənin ucbatından mükafatsız qaldıq, Malik əlavə etdi. Müəllimə isə ciddi dedi. Verdiyin sözü tutmaq lazımdır. Əks halda təkcə sən yox, sənə inananlar da əziyyət çəkir. Tofiq dərsdən sonra tək qaldı. Ona nənəsinin baxışları, anasının ağı, Malikin incikliyi və dostlarının məyus olduğu yadına düşdü. Çox pis oldu. O anladı. Unutqan Tahir olmaq heç də xoş deyil. Axşam Tahir anasından soruşdu. Ana, necə edim ki, mənə inansınlar? Ana onu qucaqladı. Sözün üstündə durmalısan. Söz verdinsə yerinə yetir. Onda hər kəs biləcək ki, sənə güvənmək olar. O gündən Tahir qərar verdi. Söz verməzdən əvvəl yaxşı düşünəcək. Amma deyibsə, mütləq edəcək. Nənə yenə çörək istəyəndə, Tahir dərhal mağazaya qaçdı. Ana kömək istəyəndə hər şeyi özü vaxtında elədi. Məktəbdə də söz verdiyi işi vaxtında görürdü. Dostlar bunu gördülər. İndi Tahirə güvənmək olar, Malik dedi. Hə, o dəyişilib, Pəri gülümsədi. Müəllimə də dedi, aferin Tahir, indi görünür ki, sən sözündə durursan. Tahir də başa düşdü. Vəd sadəcə söz deyil, bu başqalarının inamıdır. Əgər pozsan, itirəcəksən. Əgər yerinə yetirsən, əsl dost olacaqsan. Əvvəllər onu unutqan Tahir çağırırdılar. İndi isə etibarlı Tahir deyirdilər.